Binəqədi rayonu Binəqədi qəsəbəsi Şəhriyar Qasımov küçəsində bir neçə il əvvəl 4 mərtəbəli binaların tikintisinə başlanılıb və vətəndaşlar da pul verib ev alıblar bu binalardan. Amma illər keçsə də vətəndaşlar öz evlərinə girib yaşaya bilmirlər. Çünki binaların, evlərin tikintisi, təmiri bitmir ki, bitmir. 2 ildən çoxdur binanı təhvil vermirlər, iş getmir, nə kommunallar yerində deyil, qalıb elə ala suvaqsız ortada. İndi bu günlər o gün qorxub deyə cəmaət deyir ki, jurnalistlər zat çağıracaq bura, bir dənə usta gətirib bura qoyub. 22-ci ildə almışıq. 50 minə yaxın pul verilibdi. Dedilər 3 aya təhvil veriləcəkdi. Artıq 4 ildir. Şirkətə də dəfələrlə getmişik. Hər gün deyiblər ki, bu gün sabah bir həftəyə, 3 günə, 5 günə. Bura isə Mehdabad qəsəbəsidir. Vətəndaşlar iddia edirlər ki, onları da aldadıblar. Bəli, burada 5 mərtəbəli bina olacaq deyiblər. Vətəndaşlar çoxlu pullar veriblər. Amma aylar keçib, nə bina var, nə də mənzil. Pulu da qaytarmırlar. Bir dənə evim vardı Xurdalanda. Onu satdım. Başqa mənim heç şeyim yoxdur ki. Burada biz evi alanda, burada fundament var idi. Dedik ki, biz lap tez tikəcəyik. Mən də öz axırıncı pullarımı verdim ki, buradan 2 dənə ev alaq. Bəs nə qədər pul verdiniz? 87 bin biz pul verdik. Verdiniz kimə? Elvin atası Kazımov Nadir. Pul ödəmişik ona. Siz o pulu verəndə və yaxud bu razılaşma olanda nə vaxt idi? Təxminən hansı vaxt idi? 6-7 ay. Deməli, bu ilin əvvəlində təxminən. Ay sağ ol. Pul verdiyiniz tarixdən, anlaşma tarixindən keçib təxminən bir 6-7 ay. Və baxırıq ki, iş ümumiyyətlə demək olar ki, yoxdur. Yoxdur, iş yoxdur. İş dayanıb 26 avqustda hazır planı təhvil verəcəyik sizə. Hazırda iyul ayıdır. Vətəndaşlara vəd verilib ki, avqust ayında bina hazır olacaq və köçüb yaşayacaqsınız evlərinizdə, mənzillərinizdə. Yəni real bir şey deyil ki, bir ay ərzində burada 5 mərtəbəli bina tikilsin, hazır olsun və vətəndaşlar da girib yaşasınlar. Ümumi toplaq olaraq biz 127 min manat pul vermişik. Amma görürük ki, onların verdiyi vədlər yalandır. Burada dələduzluq faktı var. Gördüyünüz kimi heç nə ev tikilməyib. Hətta həmən sahə digər şəxs tərəfindən satışa çıxarılıb. Deməli, bu torpaq bu Elvinə məxsus deyilmiş. Digər şəxsə məxsusdur. Bu albatlanma məşğuldur. Burada diqqət çəkən bir məqam var. Həm Binəqədidə, həm də Mehdabadda vətəndaşları aldatdığı deyilən şəxsin adı, soyadı, ata adı eynidir. Kazımov Elvin Nadiroğlu. Bəs bu Elvin kimdir? Bəli, gəlmişik Binəqədidə, Mehdabadda vətəndaşları aldatdığı deyilən şəxsin Kazımov Elvin Nadiroğlu'nun iş yerinə, ofisinə. Bəli, gördüyünüz kimi kreslo boşdur, işdə yoxdur deyirlər. Amma burada bizdən başqa onu gözləyən vətəndaşlar da var ki, Elvin bəyin gəlməsini gözləyirlər. Gəlsinlər ki, onların da başqa problemləri var, həmin o Elvin adlı şəxslə. Mənə zəng eləyib ki, gələcəm. İndi durum deyim ki, siz oturun, gözləyin, gələcək, o yalan olar. Amma mənə deyib ki, gələcəm. Elvin bəy, sizdən çoxsaylı şikayətlər var Binəqədidə, Mehdabadda. Nə məsələdir? İnsanlar deyir ki, vəd vermişsiniz ki, sizin üçün ev tikirəm, pul almışsınız amma nə ev var, nə pul var. Deməli, sənədləşmə ilə əlaqəli tikintimizi dayandırmışdılar. Sənədlər də bütün önlərimiz icra hakimiyyətinə təqdim eləmişik, götürmüşük sənədləri. İnşallah ki, nəticəsini gözləyirik. Mehdabadda müqavilədə yazılıb ki, avqust ayında bina hazır olacaq. İyul ayıdır, amma binanın yalnız orada bir nömrəsi var. Bir aya bitirə biləcəksiniz, yoxsa? Yox, 5-6 ay çəkəcək təhvil verməyəm. Əgər bir şəxs hər hansı bir öhdəliyi yerinə yetirməmək məqsədi ilə və yaxud həmin öhdəliyini yerinə yetirmə gücündə olmadığını bildiyi halda və ondan vəsait alırsa və bu öhdəliyi yerinə yetirmirsə, artıq bu halda bu cinayət hesab olunacaq və bu şəxs dələduzluq cinayətini törətmiş olur. Yəni ki, başqasının etibarından sui-istifadə edərək və yaxud onu aldadaraq onun vəsaitini ələ keçirmiş olur. Yekunda isə əlbəttə ki, araşdırma aparıldıqdan sonra bütün material məhkəməyə təqdim olunur və məhkəmə həmin şəxslərə təqsiri təsdiq olunarsa cəza verir və bir neçə il azadlıqdan məhrum etmə cəzasına məhkum oluna bilərlər.